Əməkdar artist Cabir İmanov dəfn edilib. Mərhum Yasamal qəbirstanlığında torpağa tapşırılıb. Əməkdar artist Cabir İmanov son mənzilə alqışlarla yola salınıb. Mərasimdə mərhumun yaxınları, sənət yoldaşları, bir sıra rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edib. İddialar var ki, bir neçə gün öncə deyib əslində ki, ürəyim ağrıyır. Yəni siz Biz birlikdə ona toy mərasimdəydik bir neçə gün öncə. Belə bir şey yox idi. Yəni özü çox şux, çox yaxşı hiss edirdi. Toyda da gözəl iştirak edirdi, oynayırdı. Biz eyni zəmanənin adamlarıyıq. Eyni vaxtda məktəbə gedib, eyni yaşdayıq. Cabir KVN tamaşalarında bəzən insanları ağladıb, bəzən güldürürdü. Cabir İmanovla vida mərasimində iştirak edən Hacı Nuran onun itkisi ilə bağlı danışarkən deyib. Hacı Nuran bildirib ki, hadisə baş verən zaman ilk Cabirin atası Qorxmaz bəyə zəng edilib. Dünən hadisə baş verən an bu itkiyə heç kəs inanmadıq. Yalan xəbər olmasına inanmaq istədik. Təəssüf ki, xəbər yalan olmadı. Hadisə baş verən zaman ilk Cabirin atası Qorxmaz bəyə zəng edilib. Atası Elmlər Akademiyasında konfransda iştirak etdiyi üçün zəngə cavab verə bilməyib. Qorxmaz bəy çıxışını bitirdikdən sonra baş verən hadisədən xəbərdar olub. Ata üçün çox ağır itkidir. Xatırladaq ki, 49 yaşlı Cabir İmanov ötən gün idman zalında dünyasını dəyişib. Ona ilkin müdaxilələr edilsə də həyatını xilas etmək mümkün olmayıb.